qarışıqda CO2-nin mol payını tapın. 3 üzərinə gəlsin 1. Bizə neçəni verər? 4'ü. O zaman deyirəm, 4'ün 100%dirsə, CO2'nin mol miqdarı birim neçə faiz olar? O zaman həll edərkən 100'ü böləcəyik 4'ə, cavab deyir 25%. Bu sualımız da bu qədər. Keçək növbəti suala. Sualımız verib ki, hansı maddənin 100 qramı normal şəraitdə daha çox həcm tutur? Hansı maddənin 100 qramı? Nəyə diqqət yetirərik biz o zaman? Baxaq görək, hansı maddədən 100'ün içində daha çoxdur? Daha çox olanı tapmalıyıq. Gəlin diqqət yetirək. Baxaram, 100 bölünsün amonyaka NH3-ə 17'yə. Daha sonra 100 bölünsün 64'ə. 100 bölünsün 28'ə. 100 bölünsün 44'ə. Və 100 bölünsün 58'ə. Bizdə deyir, daha çox həcm tutar. Məntiqi cəhətdən yanaşanda nə vaxt alınan cavab böyük olar? Məxrəc sürətlər eynidirsə, nə olmalıdır deməli? Böyük olmaqdan ötürü məxrəc ən kiçik olmalıdır. Və məxrəci ən kiçik olan isə cavab 17'dir. Deməli, 100 qram normal şəraitdə daha çox həcm tutan maddəmiz olur amonyak. A variantı. Keçək növbəti suala. Burada 2 dənə sual diqqət mərkəzindədir. Görək burada nə deyir bizə? Deyir 1,5 mol hidrogen xloriddə cəmi neçə atom var? Bayaq nə demişdim? 1 molumda nə qədər idi? Bax, altdan %2 vursun 10 üstü 23 veribsə, deməli biz ona əsasən hesablama aparmalıyıq. O zaman gedirik. Və sualın şərtində bizdən atom istədiyinə görə diqqət yetirirəm nəyə? Hidrogen xloriddə nə qədər atom var? İndekslərində rəqəm olmadığına görə hər birini bir nəzərə alsaq, 1'in üzərinə 1 gəldi, işte edir 2. Yazaram 1 molunda 2 vurulsun. 6 tam %2 vurulsun. 10 üstü 23 sayda atom varsa 1,5 molunda nə qədər olar? Bunun nəticəsində 1,5'i 2'yə vuranda edir 3. 3'ü də vuracaq 602. O da nə eləyəcək? 18 tam %6 vurulsun. 10 üstü 23'ə. Beləliklə də cavabımız edir C variantı. Bu 15-ci sual. Gəlin baxaq 16-cı suala. 16-cı sualda bizim diqqətimizə nə gəlir? Deyir ki, 4,48 litr var. 1 molunun kütləsini verib 16 qramdır. 1 mol neçə litr idi normal şəraitdə? 22,4 litr. O zaman qeyd edirəm. 22,4 litrdə 16 qram metan qazı, yəni CH4 varsa, 4,48 litrdə nə qədər olar? Sual. Həll edərkən, belə vurmaq çətin gəlirsə, ixtisarımızı edək. Burada qalır 0,2. 0,2'ni də 16'ya vuranda cavab edir 3,2'yə. Cavabımız D variantı. Keçək növbəti suala. Burada bizə verilib 31-ci sualda. Birləşmələr verilib və hər birinin mol sayı qeyd olunub və hidrogenin kütləsi A şəklində verilib. Normalda hidrogenin nisbi atom kütləsi 1'ə bərabərdirsə və burada verilən maddələrə diqqət yetirsək, 4, 2, 6. 4, 2, 6'ya ortaq vuruq
tapsaq neçə olar? 12. Hər birinin kütləsini 12-yə bərabər edək. Görək o zaman maddə miqdarımız, yəni mol sayımız nə qədər olar? 12-ni hidrogenin indeksindəki 4-ə böləndə neçə eləyir? 3. 12-ni 2-yə böləndə neçə eləyir? 6. 12-ni 6-ya böldüyündə neçə eləyir? 2. O zaman bizə deyir, hansı münasibət doğrudur? Cavablara baxanda görürük ki, bizdən müqayisə etməyimizi soruşur. O zaman ən böyüyümüz hansı olur? N2. Daha sonra olur N1 və daha sonra olur N3 şəklində. Və cavabımız olur B variantı. Keçək növbəti suala. Bu sual bizim dim toplumumuza yeni daxil olub. Dimdə yeni verilən suala baxaq. Deyir, inşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% N2, 21% O2 və 1% də CO2 qazlarından ibarətdir. Zalın həcmi 400 kubmetr olarsa, havada olan oksigen qazının həcmini hesablayın. İlk növbədə bu suala baxdıqda bizim gözümüz qorxa bilər. Amma burada bir dənə söhbət var. Bizə verib 400 metrin kubu. 400 metrin kubuna faizini istəyir deyə 100%-lə qeyd eləsək. Çünki bizə az əvvəl faizlərlə verib cavabı. Və sualda deyir, nə istəyirəm? Oksigenin həcmini. Oksigen neçə faizdir? 21. O zaman 21% neçə kubmetr olar? Həll edək. Görək. 400-dən 100-lər ixtisar getdi. 21 də 4-ə vurduqda cavab edir 84. Cavab edir C variantı. Topluya yenə daxil olan suallar bizim gözümüzü qorxuda bilər uzunluqlarıyla. Amma diqqət yetirin. Əvvəlini oxumaq istəmirsinizsə, son 2 cümləyə diqqət yetirsəz, birbaşa cavabı rahatlıqla tapa biləcəksiniz. Görək bu sualda bizə nə deyir? Qaz qarışıqları verib, hər birinin mol sayı deyir eynidir. Biz onu 1 kimi qeyd edək. Deyir ki, atom sayları arasında müqayisə edin. Baxaq atom saylarına bir də diqqətli olaraq. Atom sayı nədir? Atom sayı indekslərin cəmidir. İndeksin nə olduğunu bilmiriksə, o zaman belə qeyd edək. Aşağıda olan rəqəmlərin cəmindən söhbət gedir. Ümumiyyətlə, rəqəm vermədikdə biz onu 1 olaraq qəbul edirik. O zaman birinci birləşmənin birinci qazımıza baxaq. XH3. Burada atom sayı nə qədər olar? X-də rəqəm yazılmayıb deyə 1, üzərinə gəlsin 3, eləyir 4. İkinci qarışıq birləşməmizdə eləyir 3. Üçüncü birləşməmizdə də eləyir 3. Və bunlar arasında əlaqəni istəyir bizdən. O zaman deyərik N2 bərabərdir N3-ə və bunlardan böyük olan nədir? N1. Cavabımız da eləyir D variantı. Keçdik növbəti suala. Qarışıq verib, deyir hidrogenə görə nisbi sıxlığı 16-dır. Nisbi sıxlıq anlayışı. Nisbi sıxlıq anlayışı ümumiyyətlə ixtiyari bir elementdir. Məsələn, burada bizə verib hidrogenə görə. Nisbi sıxlıq o deməkdir ki, elementin və yaxud da birləşmənin, maddənin kütləsini bölürəm. Hansı maddəyə görə nisbi sıxlıq istəyir? Məsələn, bizdən hidrogenə görə istəyirsə, onu bölərəm 2-yə. Ne deyir? Hidrogenə görə nisbi sıxlığı 14 olan, yəni M bölünsün 2 bərabərdir 14-ə. O zaman M nəyə bərabər olar? 28-ə. Və sizdən də bunu istəyir.